Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər elektrik sahəsinin enerjisi, elektrik tutumu mövzusundan ətraflı yazılı cavab tələb olunan tapşırıqlarda verilən 20-ci sualın izahına baxırıq. Bu sual yeni test toplusuna əlavə olunub, ancaq əvvəlki illərdə model sualların arasında verilən bir sualdır. Gəl sualı oxuyaq və həll edək. S1 və S2 kondensatorları sabit gərginlik mənbəyinə sxem 1-dəki kimi qoşulanda enerjilər 20 mJ və 60 mJ olur. Bu kondensatorları eyni sabit gərginlik mənbəyinə sxem 2-dəki kimi qoşduqda S1 kondensatorunun yükü 6 mJ olarsa, S2 kondensatorunun yükü nəyə bərabər olar? Bizə iki ayrı sxem verilir. Mən sadəcə əvvəlcə birinci sxemə baxıram. Sxem 1-dəki kimi qoşulanda enerjilər 20 mJ və 60 mJ-dur deyilir. Sxem 1-ə baxsaz, görərsiniz ki, bu kondensatorlar bir-birinə ardıcıl qaydada qoşulub. Ardıcıl qaydada kondensatorlar qoşulduğu zaman bilirik ki, yük sabit olur. Yəni, hər iki kondensatordan eyni miqdarda yük keçir. Bu halda enerji üçün W bərabər Q kvadratı bölünsün 2S düsturundan istifadə edirik. Əgər yük sabitdirsə, onda enerji və S bir-biri ilə tərs mütənasib asılıdır. Daha doğrusu, enerji tutumundan tərs mütənasib asılıdır. Onda enerji 1 böl enerji 2 bərabər S2 bölünsün S1 yaza bilərsiniz. Enerji birimiz 20 mJ, ikinci 60 mJ oldu. Bərabər S2 bölünsün S1'ə. Buradan 3S2 bərabər S1 alınır. Yəni, deyək ki, S1'imiz 3S2'ye bərabərdir. Onda S1 olsun 3S2, S2 də olsun S2. Yəni S2'ye S desək, S1 3S olmalıdır. S1 3S2'ye bərabər olmalıdır. İndi S2 S qədərdir. S1 isə 3S qədərdirsə, bu sxem 2-də də əlbəttə ki, belə olacaq. Yəni, mən kondensatorları ardıcıldan paralelə gətirmişəmsə, ayrı-ayrılıqda kondensatorların tutumu dəyişmir. S2-də S qədərdir, yenə də S1-də 3S qədərdir. İndi sxem 2-də bizdən soruşulur ki, S1 kondensatorunun yükü 6 milliklondursa, S2 kondensatorunun yükü nəyə bərabər olar? Artıq ikinci şəkildə paralel birləşmədir və yük üçün SU düsturunu yazsaq, paralel birləşmədə U sabitdir, onda QS ilə düz mütənasib olaraq asılıdır. Yəni, yükü çox olan kondensatorun tutumu böyükdürsə, yük həmin hissəyə daha çox gedəcək. Yəni, deyək ki, mənbədən gələn yük tutumu çox olan kondensator üzərinə daha çox göndəriləcək. İndi baxın, əgər S1 kondensatoruna, aşağıdakı S1 kondensatoruna 6 milliklon yük gedibsə, deməli, yuxarıdakı kondensatora əlbəttə ki, 2 milliklon yük getməlidir. Bunu şifahi qaydada həll edə bilərik. Çünki Q bərabər SU-dur və QS ilə düz mütənasib olaraq asılıdır. Əgər tutumu 3S olan kondensator üzərinə 6 milliklon yük gedibsə, tutumu S olan kondensator üzərinə isə 3 dəfə az, yəni 2 milliklon yük getməlidir. Yəni, tutum 3S-dən S-yə keçdiyi zaman tutum 3 dəfə azalır. Bu halda yük də 3 dəfə az olmalıdır. Yəni, aşağı 6 milliklon gedirsə, yuxarı 3 dəfə az 2 milliklon yük gedəcək. Deməli, sualın doğru cavabı Q2 bərabər 2 milliklon olmalıdır. Sağ olun, gələn izahlarda görüşərik.